Futbol tarixində unudulmaz hadisələr və əfsanəvi oyunçular olduğu kimi qaranlıq və ürək ağrıdan hadisələr də var. Bu hadisələrdən biri də Kolumbiya millisinin müdafiəçisi Andres Escobarın faciəvi ölümüdür. O sadəcə bir futbol səhvinə görə həyatını itirdi. 1994 Dünya Çempionatında vurduğu avtoqol onu ölümə aparan səhv oldu. 1994-cü ildə Kolumbiya millisi futbol tarixinin ən güclü heyətlərindən birinə sahib idi. Komandanın lideri Carlos Valderrama, hücumçuları Faustino Asprilla və Freddy Rincon, müdafiədə isə Andres Escobar kimi möhtəşəm futbolçular yer alırdı. Kolumbiya o dövrdə Cənubi Amerikanın ən güclü komandalarından biri sayılırdı və Braziliya Argentinanı qabaqlayaraq Dünya Çempionatına vəsiqə qazanmışdı. Hətta əfsanəvi Braziliyalı futbolçu Pele belə Kolumbiyanı turnirin favoritlərindən biri adlandırmışdı. Lakin Kolumbiya millisinin arxasında təkcə futbol azərkeşləri yox idi. Ölkədə fəaliyyət göstərən mafiyalar və narkobaronlar da futbolu nəzarətdə saxlayırdılar. Onlar komandaya böyük məbləğdə pullar yatırmış və millinin uğur qazanacağına ümid bəsləyirdilər. Çünki Kolumbiyanın uğuru demək onlar üçün daha çox nüfuz və pul demək idi.